Bəzən bir vida hissini ifadə etmək üçün sözlər yetərli olmur. Bu, sənət tarixinin ən qeyri-adi sevgi hekayələrindən biridir. Serb və Alman rəssamlar Marina Abramoviç və Ulay 1976-cı ildə tanış olmuşdular. Birlikdə xoşbəxt, sevgi dolu illər keçirdilər. Yaradıcılıq sərhədlərini aşdılar, amma zaman keçdikcə münasibətləri soymağa başladı. Yaradıcı insanlar kimi onların ayrılığı da adi olmadı. Ayrılıqlarını bir sənət əsərinə çevirdilər. 1988-ci ildə Çin səddinin iki fərqli ucundan yürüşə başladılar. Aylarla davam edən səyahətin sonunda ortada görüşdülər. Son dəfə bir-birlərini qucaqlayaraq yollarını ayırdılar. İllər keçdi. 2010-cu ildə Marina New Yorkda bir layihə çərçivəsində gözlənilməz hadisə ilə qarşılaşdı. Gözlərini açdıqda qarşısında həyat və sənət yoldaşı Ulayı gördü. Onlar illər sonra ilk dəfə yenidən göz-gözə gəldilər. Heç nə danışmadılar. Uzun müddət bir-birlərinə baxdılar. Sadəcə baxışdılar. Hamını təsirləndirən bu səhnə bir şeyi göstərdi. Bəzən bir neçə saniyəlik sükut minlərlə sözdən daha çox şey ifadə edir. Bu görüşün sonuncu olacağını heç kim bilmirdi. 2020-ci ildə Ulay dünyadan köçdü. Geridə sadəcə əsərlərini deyil, möhtəşəm bir sevgi və ayrılıq hekayəsi də buraxdı.